Allah imaməti bəyan eləyəndə Qur'anda buyuruyor və cəalnahum əimmətən yahduna bi amrina lamma sabaru. Allah buyuruyor ki, bir iddəni imam elədim. Yahduna bi amrina. Bizim əmrimizə hidayət edir. Təfsir Əl-Mizanda Allame Təbatəbai buyuruyor, əmr budur ki, yəni əmr nəhy. Deyir, o işi gör, o işi görmə. Yox, Allah Qur'anda buyuruyor, qul ruh min əmri Rabbi. Əmr həmin aləm ruhdur. Yəni insanların ruhlarına əlaqədir. İçəridə batın insan, iman budur. Mən ki gələm məsələn vəzirə ki, məmləkətdə deyə filan yerin şahı sənsən, filan yerin böyüyü sənsən, filan yerin prezidenti sənsən, filan yerin katibi sənsən, ustandarı sənsən, fərman. Bu deyil. Bu var. Bu da çox aşağı məqam, aşağı dərəcədə. Bunu ilə aləmdə də gülüyürlər, hamı müştəri gülüyür. Bəlkə əsl budur ki, insan insan olur.